Salam müəllimlər, biz bugün standart proqramlarını öyrənəcəyik. Standart proqramlarına daxil olmaq üçün puska daxil oluruq. Все proqramı, all programs. Buradan isə seçirik standartniyə. Yəni standartniyə ingilis dilində yüklənmiş kompüterlərdə isə aksesuaris yazısını seçirik və belə proqramlar toplusu açılır. Yəni bu proqramlar toplusu standart proqramlara daxildir. Yəni baxın, Pusk, all programs, aksesuaris, yəni standartni. Burada kalkulator var ki, kalkulator bildiyiniz kimi ixtiyari hesablamaları aparmaq üçündür. Məsələn 9 vur 5, 45. Bu formada hesablamaları aparmaq olar. Yəni ixtiyari an sizə hesablama lazım olarsa, yəni kalkulatoru standartdan proqramlardan əldə edə bilərsiniz. Burada panel matematiçeskого vvoda deyilən bir alət var. Input panel. Yəni bu panel nəyə xidmət edir? Bu paneli belə deyək, bu proqramı açmamışdan öncə biz ixtiyari Word proqramı və ya PowerPoint proqramını da aça bilərik. Yəni belə bir proqram Word-ü açaq. Word proqramı açdıqdan sonra təkrar daxil oluruq, yəni standart proqramlara və burada həmin вот математического input panel matematik, yəni riyazi alətlər, riyazi simvolları daxil etmək üçün biz bu paneldən istifadə edə bilərik. Məsələn, kök 6 yazırıq. Üstə gəl, məsəl üçün 4-də 2. Burada düzdür 4-ü n kimi oxudu. Bir qədər lövhədə yazanda daha səliqəli olur. Nəinki belə deyək, sıçanla yazarıqsa əgər. İndi oxudu və insert-ı vururuq. Yenə də baxın, məsələn yazdım, insert. Gəlir. Yəni bir də proqramın içərisində daxilində tıklamaq lazımdır. Yenə də göstərirəm. Kök 6 kəsirləri yazmaqda biraz Word proqramında çətinlik çəkirik. Düzdür, mənim 4-ümü yenə də oxumayacaq, çünki 4-üm 4-ə oxşamır. Nə olsa, qeyd edək burada 4. Insert vurduq. Baxın, avtomatik köçdü bura. Yəni, nə yazırıqsa davam etdirilir, yəni buradakı xanalarda. Yəni, bunu qeydə alıb ölçüsünü də böyüdə bilərik. Yəni, şriftin ölçüsünü böyütmək üçün bu alətdən istifadə edə bilərik. Və yəni, burada ixtiyari bir kiçik summativ riyaziyyat fənnindən kiçik summativ hazırlayarkən, yəni bu proqramdan istifadə edə bilərsiniz. Standart proqramdan istifadə edə bilərsiniz. Digər proqram daxil oluruq. Yəni, müəllim olaraq sizə burada Notepad proqramı var. Notepad proqramı ixtiyari qeydlər, yəni bloknotdur rus dilində. Qeydlərinizi bu proqramda saxlaya bilərsiniz. Yəni, Word proqramından fərqli olaraq burada səhifələr açılmır. İxtiyari internetdən yazını, mətni köçürdüb burada yəni, saxlamaq olar. Məsələn, mən Google-a daxil olub, burada ixtiyari bir mətn yaz, məsələn, təbiət haqqında ixtiyari buradan bir mövzunu, yazını köçürdüb, yəni yaddaşda saxlaya bilərəm. Məsələn, fikir verin, böyük bir mövzudur. Qeydə alıram. Qeydə aldım. Qeydə aldıqdan sonra qeydə alınmış sahədə sağ düyməni vurdum
kopировать və bloknotu açıram. Yenə də bloknotun içərisində sağ düyməni vururam. Stavить, yəni paste. Və beləliklə bizim internetdən köçürdüyümüz mətn bütövlüklə deməli bu proqrama köçdü. Yəni bu formada biz ixtiyari yazıları bloknot vasitəsilə yaddaşda saxlaya bilərik. Yəni mən öncə yerləşdirdiyim qovluğun yəni yaradılması və qovluğa faylın daxil edilməsini öncəki dərsdə öyrətmişdim. Burada indi tutaq ki, yaratdığımız qovluğa bu sənədi yaddaşa vermək üçün fayla daxil oluruq. Sonra save as, yəni saxranit qab. Daha sonra qovluğumuzu tapırıq. Bizim qovluğumuz iş masasında da ola bilər və ya kompüterdə D diskində də ola bilər. Yəni harda yerləşirsə qovluğunuz, oradan da qovluğunuzu tapırsınız. Məsələn, mən iş masasından ixtiyari bir qovluq, yəni Sabina qovluğunu tapdım, açdım. Üzərinə 2 dəfə sol vurduqda qovluq açılır. Sənədi adlandırıram. Məsələn, yazam təbiətə aid olan yəni mətndir və save, saxranit. Yəni bunu bağlayıram sənədim və baxıram Sabina qovluğunda mənim sənədim yaddaşda qaldı mı, yoxsa yox. Aha, baxın təbiət. Notepad vasitəsilə açırıq və beləliklə sənədimiz hazırdır. Bu deməli standart proqramlarına bloknotun imkanları idi. Yenə də C proqramı, O programs və aksesuaris, yəni standart daxil olaraq deməli standart proqramlarını davam elətdiririk. Yəni burada Paint proqramı var. Paint proqramının üzərində vurduq. Paint əsasən mən deyərdim ki, mənim fikrimcə bu virtual albom funksiyasını yerinə yetirir. Diqqətlə baxsaq, yəni Paint proqramında yuxarı hissədə alətlər paneli, alətlər qeyd olunur. Yəni menyular var. File, Home, View menyuları qeyd olunub. Yəni alətlər paneli yuxarı hissədə. Bu işçi sahədir. Biz ixtiyari aləti aktivləşdirmək üçün həmin alətin üzərindən sol düyməni vurub və işçi sahədə sol düyməni sıxaraq hərəkət elətdirə bilərik. Burada yəni alətin daxilən mən əgər rəngləmək istəyirəmsə, içərisində qırmızı rəngi tutaq ki, seçdim. Zalivka aləti var. Sonra isə aləti seçirəm və alətin yəni fiqurun içərisində vurduqda fiqurumuz rənglənir. Digər bir fiquru seçmək istəyirəmsə əgər, yenə də qeydə aldım. Çərçivə gördüyünüz kimi qırmızı rəngdə oldu, çünki son seçdiyim rəng qırmızı rəng idi. Və ya burada məsələn çərçivənin ölçüsünü bir qədər də qalınlaşdıra bilərik və içərisini məsələn başqa bir rəng etmək istəyirəm. Yenə də Zalivka alətini seçib vururam. Beləliklə mənim figurum başqa bir rəngi alır. Əgər biz fiqurları ölçüsünü, işçi sahənin ölçüsünü böyütmək istəyiriksə, burada fikir verin, belə bir işarə var. O işarənin üzərinə muşqanı yaxınlaşdırdıqda iki tərəfli ox işarəsi əmələ gəlir. Sol düyməni sıxıb sürüşdürürük deməli kənara tərəf və beləliklə bizim işçi sahəmiz böyüdür. Burada fiqurları məsələn mənə lazımdır, tutaq ki, məsələn, bunları yəni bozmaq istəyirəmsə əgər, burada select, seçmək hissəsi, aləti var. Alət köməkliyi ilə mən lazım istəmədiyim bir fiquru seçirəm və klaviaturadan delete vurduqda silinir. Yenə də fikir verin, qeydə aldım, bir növ diaqonal çəkirəm və sildim. Tutaq ki, mən hər hansı bir plan çəkirəm, məktəbin planını çəkirəm. Məsələn, məktəbimiz binası burada yerləşir. Məktəbimizin yanında digər, yəni burada tutaq ki, əsas yol hansısa bir prospekt keçir. Burada digər müəssisələr var, onları qeyd edirik. Məsəl üçün,
Və ya məsələn, burada ki, hansısa bir parkda yerləşir. Parkda ağacları çəkmək istəyirəm. Birincisi bunun ölçüsünü kiçildim. Deməli, seçirəm. Tutaq ki, şam ağacları çəkmək istəyirəm. Və yaşıl rəngi seçib, üçbucaq alətini seçirəm. Onu yox, bu üçbucağı seçirəm. Və çərçivədən sürüşdürürəm belə də olar və zalifqa alətindən istifadə edərək boyadım. Bunu da boyayaq. Şam ağacının aşağı hissəsində buyuruq. Mən bu şam ağaclarının sayını artırmaq istəyirəmsə, əgər burada yenə də select alətini seçirəm. Select alətini seçdikdən sonra və çalışıram ki, fonumuz burada prozraçный fondur. Yəni, şəffaf fon olur. Seçdim. Fikir verin, fon şəffafdır. Ancaq ağac hissə götürülür. Və klaviaturadan Ctrl düyməsini sıxıram. Mışqanın isə sol düyməsini sıxmaqla sol düyməni hərəkətə gətirirəm. Baxın, Ctrl düyməsi sıxılmış vəziyyətdə mən bu ağacların sayını artıra bilərəm. Burada yaşıllaşdırma işi aparıram. Bu qaydada. Sonra, burada məsələn, hər hansı bir tapşırıq vermək istəyirəmsə əgər, yaza bilərəm ki, burada tapşırıq yazmaq üçün, yəni A hərfinin üzərindən vurdum və yazıram ki, üçbucaqların və tutaq ki, dördbucaqların sayını müəyyənləşdirin. Deməli, üçbucaqların və dördbucaqların sayını deməli, bu ramka itməmişə qədər biz burada şriftlər üzərində dəyişiklik edə bilərik. Məsələn, mən rəngini qeydə alıb rəngi dəyişə bilərəm. Sonra tapşırığın ölçüsünü, yəni istiqamətini dəyişə bilərəm. Yerini müəyyənləşdirə bilərəm, əgər çərçivə hələ itməyibsə. Və beləliklə, deməli, tapşırığımız hazırdır. Deməli, hara gətiririksə, orada da qeydlər etmək olar. Və ya biz Paint proqramında başqa hansı işlər görə bilərik? Məsələn, mən yenə də qeydə alıram. Ümumi delete vurdum, yəni silindi. Hansı işlər görə bilərik? Burada don't save. İnternetə daxil oluruq browser vasitəsilə, Google Chrome browseri vasitəsilə və internetdə bayaq ki, biz təbiət açar sözü ilə mövzu götürmüşdük. İndi isə gəlin, məsələn, mən burada istəyərdim ki, animals qeyd edim və yəni internetə daxil olduqdan sonra adres sətrində Google az yazırıq. Google səhifəsi gəldikdən sonra aşağı hissə isə axtarış sətridir. Axtarış sətrindən isə açar sözü yazırıq və mənə əgər mətnlər yox, ancaq şəkillər lazımdırsa, image və ya kartinkin üzərində bir dəfə sol düyməni vururam. Və beləliklə şəkillər toplusu açılır. Yəni, mənə lazım olan, tutaq ki, məsələn, ev heyvanlarıdır. Ev heyvanları və ya ixtiyari heyvanlar, yəni clip artla çəkilmiş heyvanlardır. Bu şəklin birini seçirəm və bu şəklə uyğun mən Paintdə tapşırıq qurmaq istəyirəmsə əgər, şəkli ilk öncə ölçüsünü böyüdürəm, üzərində bir dəfə sol düymə vurmaqla, şəklin ölçüsü böyüdükdən sonra şəklin üzərində bir sağ və Сохранить картинку как. Сохранить картинку как vurduqda, yəni qovluğumun yerini müəyyənləşdirirəm. Əgər mənim qovluğum yəni rəboçi stoldadırsa, desktopu seçirəm
və qovluğun, sahibinə qovluğunu tapıram. Qovluğun üzərində 2 dəfə sol vurmaqla açılır. Sonra yəni şəkli adlandırıram. Məsələn və save vurdum və mənim şəklim düşdü qovluğuma yaddaşa. Qovluğumdan həmin şəkli Paint proqramının köməkliyi ilə əgər açmaq istəyirəmsə, gəlirəm. Baxın, bir nömrəli şəkil. Şəklin üzərinə vururam. Aha, bu mənim deməli şəklimdir. Şəkli açdıqdan sonra, daha doğrusu yüklədiyim şəkildir. Şəklin üzərində bir sağ. Burada Open with, yəni Открыть с помощью əmri var. Open with Paint. Paint köməyi ilə açıram. Və yəni bir qədər ölçüsünü böyütmək üçün aşağıdakı, yəni bu menüdən istifadə edə bilərəm. Deməli, və belə bir tapşırıq, yəni tapşırıq sahəsi əlavə etmək üçün baxın, çəkirəm sahəni. Aha. Və burada məsələn belə bir tapşırıq qeyd edirəm ki, verilmiş şəkillərdən ev heyvanlarının adlarını, yəni ev heyvanlarının adlarını seçin. Ev heyvanlarının adlarını seçin. Yəni şriftin ölçüsünü böyütmək üçün, yəni bu ev heyvanlarının yarısı qalmadı burada. Yəni belə bir funksiyadır ki, biz burada artıq yəni geri qayıtmaq üçün yəni Ctrl Z deyilən bir funksiya var. Yəni Ctrl Z-i birlikdə vurduqda yəni geri qayıdırıq. Yenə də tapşırığın yerini müəyyənləşdirdik. Ev heyvanlarının adlandırın. Belə də edə bilərik tapşırıq. Və şagirdlər və ya buradan seçib yerləşdirə bilərlər. Ev heyvanlarını seçin. Select'in üzərinə gəldi. Məsələn, inək. Elə tam seçilməlidir. Baxın, qulaq hissəsi qaldı. Və ya məsələn, gəlin adları pozsaq ki, mane olmasın bizə. İnəyi seçdik. Gətiririk bura. Qoyunu seçdik. Gətiririk bura. Bu qaydada məsələn pişiyi seçirik. Gətiririk bura. Yəni və ya seçib müəyyənləşdirin. Burada biz belə də edə bilərik ki, sol hissədə meşə şəkli, sağ hissədə isə məsələn ev şəkli çəkərdik. Yəni ətrafında da müəyyən sahə. Aşağıda isə heyvanları sırayla yığardıq və qeyd edərdik ki, heyvanları müəyyən yerlərə qruplaşdırın yerlərdə. Bu da bizim tapşırığımız. Yenə də file, sənədi yaddaşa vermək üçün save as. Buradan gəlir, yəni qovluğumuz avtomatik açılır. Yəni də burada məsələn tapşırıq 1 məsələn qeyd edirik və save etdikdə yaddaşda qalır. Bu Paint proqramının imkanları idi. Və növbəti proqram isə burada yenə də C proqramı, Pusk, C proqramı, aksesuar isə gəlirik. Burada belə noşnitsə deyilən bir alət var, qayçı aləti var. Qayçı aləti nəyə xidmət edir? Bu qayçı alətini işə salmaqdan öncə biz ixtiyari məsələn bir şəkli açırıq. İxtiyari bir mən buradan şəkli açıram. Və bu şəkildə, məsələn, tutaq ki, bu şəkli açıram. Bu şəkildə ancaq fil hissəsini mən kəsib götürmək istəyirəm. Yenə də gəlib Pusk, C proqramı, aksesuaris və burada qayçını seçdim. Qayçı alətini seçdikdə buradan free form var. Yəni произвольная forma. Yəni ixtiyari bir sahəni mən kəsmək istəyirəmsə əgər, yəni o hissəni seçirəm. Və belə bir qayçı işarəsi əmələ gəlir. Bu qayçı işarəsinin köməkliyi ilə mən şəklin mənə lazım olan hissəsini kəsib götürə bilərəm. Baxın, bu formada.
elə səliqəli kəsməliyik ki, əslində yəni kənarlar çox da düşməsin. Və bir avtomatik olaraq məsələn fil şəkli bu proqramda düşdü və burada ixtiyari yazılar, əlavələr, şagirdlər yəni bu şəkil üzərində müəyyən dəyişikliklər edə bilərlər lövhədə və ya pozan vasitəsilə bizim çəkdiyimiz bu hissələri poza bilərik. Müəyyən dəyişiklik etdikdən sonra bu sənədi də Save as, Saxranit как köməkliyi ilə qovluğumuza yaddaşa veririk. Yəni qovluğumuzu tapırıq, qovluğumuzun üzərində iki sol düyməni vurmaqla, sənədimizi adlandırmaqla Save, beləliklə həmin sənəd də yəni yaddaşa düşdü. Yenə də fayl fikir verin. Все программы, ножницы avtomatik gəlmişdi ora. Aksesuaris, nожницы. Əgər mən ümumilikdə bütün şəkli götürmək istəyirəmsə, yəni burada düzbucaqlı formasını, yəni ikinci əmri seçirəm. Прямоугольник rus dilində yazılır. Создать, burada произвольная forma ilə прямоугольник seçirəm. Baxın, müəyyən hissəni kəsdikdə bu artıq düzbucaqlı şəklində kəsir. Və yenə də həmin qaydada müəyyən dəyişiklik etdikdən sonra sənədi yaddaşa verə bilərik. Sənədi yaddaşa veririk. Adlandırmaq lazım idi sözsüz ki sənədimizi. Yenə də növbəti yəni standart proqramı aksesuarisi yenə daxil oluruq. Burada rekorderlərdə səs yazısı və video yazılar. Yəni ixtiyari qeyd etdik ki, məsələn başqa bir dildə mövzumuza aid bir video tapmışıqsa, onu Azərbaycan dilinə dublyaj etmək istəyiriksə əgər, həmin o videonun səsini alırıq və bu imkandan istifadə edərək, özümüz səsləndirərək həmin videoya uyğun deməli səs yazırıq. Sonra isə ixtiyari bir proqramda, məsələn Xresoft deyilən bir proqram var, video konverterlardır. Bu proqram üzərində videonun özünün səsini çıxarıb, yəni başqa dildə olan səsi çıxarıb, özümüzün yazdığımız səsi ora daxil edə bilərik. Və ya burada bu audio content recorderdir, bu isə video recorderdir. Bu artıq özümüzü, yəni avtomatik olaraq yəni danışdığımız yazıları çəkir. Və Sticket deyilən, Notes deyilən bir proqram var. Sticket Notes'un yəni imkanı haqqında mən bir qədər də danışmaq istəyirəm. Məsələn, hər hansı sizin gün ərzindəki rejiminizi burada qeyd edə bilərsiniz ki, mən falan saatda, falan iclasda olmalıyam, falan saatda, məsələn, şagirdlərlə fakultativim olmalıdır. Nə bilim, hazırlığım olmalıdır. Bu, yəni qeydlərinizi burada, yəni həftəlik və ya günlük qeydlərinizi yaza bilərsiniz. Kompüter açan kimi, yəni bu qeydləriniz gözünüzün qarşısında olur. Yəni sticker funksiyasını yerinə yetirir. Yəni bir həftədən sonra artıq işlərinizi planlaşdırdınızsa, məsələn mən bunu plus qoydum, bunu yerinə yetirmişəm, bu işimi də yerinə yetirmişəm, digər işimizi də yerinə yetirmişəm. Yəni bunları planlaşdırdıqdan sonra, yəni həftənin sonunda artıq sizə lazım deyil, poza bilərsiniz, X-in üzərinə vurursunuz və soruşur ki, pozmaq istəyirsiniz yoxsa yox. Deməli, növbəti sonuncu proqram burada standart əmrində Word partdır, yəni sizə lazım olan proqramların əsas üzərində gəlir. Word art proqramı da bir növ Word proqramına bənzər proqramdır, amma onun bir qədər primitiv formasıdır. Gördüyünüz kimi yuxarıda az menyular var və burada yenə də dili dəyişib, ixtiyari bir mətni burada yaza bilərsiniz, test yaza bilərsiniz və yenə də yəni bu sənəddə də, yəni Word keçməmişdən öncə Word partının imkanlarından istifadə etməyiniz daha məsləhətdir. Gördüyünüz kimi burada mətni qeyd edirik. Mətnin şriftinin ölçüsünü dəyişmək olur, formasını dəyişmək olur, şriftin tipini dəyişmək olur, rəngini dəyişə bilərsiniz. Yəni şəkili əlavə etmək mümkündür bura. Yəni Word-ün bir qədər primitiv formasıdır deyərdim. Və müəyyən dəyişikliklər etdikdən sonra bu proqramı da, yəni adi digər proqramlarda olduğu kimi yaddaşa veririk. File, Save as, qovluğumuz harada yerləşirsə, ya desktopda olacaq, yəni рабочий stolda, ya da kompüterin D diskində olacaq. Haradadırsa bizim qovluğumuz, qovluğu tapırıq,
Qovluğu tapdıqdan sonra qovluğun üzərindən 2 dəfə sol düyməni vururuq. Qovluğumuz açılır. File name, imya faylı hissəsində sənədimizi adlandırırıq və save. Yaddaşa gedir sənədimiz. Bu qədər müəllimlər standart proqramları biz daxil olmaq üçün qeyd etdik ki, PUSQ, C proqramı, yəni all programs, aksesuarız, yəni standartlı və bu istiqamətlə daxil olub ixtiyari proqram üzərində yəni işləyə bilərik. Bu qədər. Çox sağ olun.